görürsünüz, Tofiq Yaqubu dəladuz deyirlər. Amma bir dəladuz üçün görürsünüz necə həyəcanlanırlar. İlham Əliyev demir, Tofiq Yaqubu dəladuzdur. Görsün ki, necə dəladuzdur. Niyə gəlib çəkmədilər? Niyə gəlib canlı yayın eləmədilər məhkəmədən? Mən ki, buna demişdim. Demişdim ki, mən səslənmişdim ki, gəlsinlər, canlı versinlər, qoy bütün ölkədə Tofiq Yaqubu necə dəladuzluq elədiyini görsün. Bugün Ağır Cinayətlər Məhkəməsində o bütün Elnurlu və hakim heyəti böyük şərəfsiz elədi, ləyaqətsiz elədi. Bu qədər vaxtda darmadağın olan ittihamı yenə gəlib tərbiyəsizcəsinə Tofiq Yaqubu 9 il həbs cəzası istədi. Əgər Tofiq Yaqubu həqiqətən dələduzdusa, bu polislərin burada nə iş var? Gündə minlərlə adamın burada məhkəməsi keçir. Bu qədər ölkədə bu qədər dələduzun məhkəməsi keçir. O ki Tofiq Yaqubu həqiqətən cinayətkarsa, dələduzsa, İlham Əliyev, sən nədən qorxursan? Nədən narahatsan? Çəkili vardı. Hakim icazə verir. Tofiq Yaqubu bildirdi ki, heç bir azadlıqdan məhrum etmə hökmü, heç bir işgəncə, təhdid onu haqq mübarizəsindən daşındıra bilməz. Tofiq Yaqubu bildirdi ki, əlbəttə ki, o Rəsulzadə yolunda, haqq ədalət yolunda davam eləyəcək, heç bir məhrumiyyət onu bu yoldan döndürə bilməz. Dəfələrlə deyib, oğlunu fikirləş, onu bədbəxt eləmək, bugün də dedi, yenə dedi. Bunun axırı ölümdür. Biz mənə elə gəlir ki, bu illər ərzindəki fəaliyyətimizə sübut eləmişik ki, ölüm bizim üçün qorxulu bir şey deyil. Bugün İlham Əliyev öz yırtıcı sifətini göstərdi. Məlum oldu ki, o insanlıqdan da uzaqlaşır. Məsələn, demokratik ölkədə prezident haqqında nə deyirsən, heç kəsin vecinə döysən, tək küçədə dalaşma, uğurluq eləmə, nə bilim, ev yarma. Bu polisə dəxli yoxdur. Azadlıqlar nədən öldürüldü? Bu bizim hakkımızdır. Ya vereceksen ya vereceksen. Olmuştu. Dünyada hiçbir diktatör, otoriter hakimiyet halkın karşısında durabilmiyor.